Qoç, çox əlverişli və mühüm gündür. Sizə faydalı ola biləcək insanlarla görüşün. Günün ikinci yarısında istirahət və ya idman yaxşı təsir edəcək. Son günlər fikirləriniz dağınıqdır. Sevgi münasibətlərinə vaxt ayırmağı unutmayın. Buğa, emosiyalarla və hiss-həyəcanla dolu gündür. Fəaliyyət çərçivəsindən çıxmamağa səy göstərin. Düşündüklərinizi həyata keçirməyə can atın. Heç bir işi sabaha saxlamayın. Əks halda stres dolu günlər uzanacaq. Əkizlər, gördüyünüz işlərin nəticələrini və nailiyyətlərinizi dəyərləndirin. Yenilik etmək vaxtıdır. Hələ ki, mövqeyinizi təhlil edin. Zəif məqamları aşkarlayın və problemləri çözün. Yaxın vaxtlarda hansı sahədə təcrübə əldə etmək istədiyinizi müəyyənləşdirin. Hərçəng, təfərrüatlara xüsusi diqqət tələb etmək lazımdır. Təcili həll etməli olduğunuz problem var. Yaxın gələcəkdə baş verəcək hadisələrə hazır olun. Gücünüzü və potensialınızı nəzərə alaraq prioritetlərdə dəyişikliklər etmək olar. Şir, siz güclü rəqibsiz. Yaxın ətrafınıza təsir edin. Proseslərin gedişatını intensivləşdirmək üçün yaranmış vəziyyətdən maksimum yararlanın. Unutmayın ki, məqsədinizə çatmaq çətin olsa da mümkündür. Ciddi səhv planlarınıza zərbə vura bilər. Qız, yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması baxımından uğurlu gündür. Tələskənlik etməyin. Seçim qarşısında qaldığınız məqamları görməzdən gəlməyin. Ümumilikdə bugün həll edici gün ola bilər. Tərəzim, nisbətən sakit gündür. Axtardığınız məlumatı tapmağa səy göstərin. Təcrübəli insanlarla sıx əlaqələr qurun. Müvafiq məlumat mənbələrinə üst tutun. İşgüzar fəaliyyəti şəxsi münasibətlərlə qarışdırmayın. Əqrəb, yeni ideyaları reallaşdırmağa tələsməyin. Ailə üzvləriniz sizdən diqqət və qayğı gözləyir. Tanışlarla münasibətlərdə laqeydlik nümayiş etdirməyin. Böyük işlər sizi yenidən maraqlandırır. Oxatan, ikinci dərəcələr işləri diqqət mərkəzində saxlamayın. Maraq obyektləri dəyişə bilər. Xəbərlər sizi vacib işlərdən ayırmasın. Önəmli görüşlər və toplantılar ola bilər. Xəyallar aləminə qapılmayın. Reallıqla barışmaq lazımdır. Oğlaq, ideyalar və planlar səviyyəsində olan işləri həyata keçirin. Yaxın 2 ayla bağlı planlarınızı dəqiqləşdirə bilərsiniz. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşlarla görüş üçün yaxşı gündür. Günün ikinci yarısında xoş olmayan xəbər ala bilərsiniz. Dolça, hansısa hadisə pik həddinə yaxınlaşır. Dəyişikliklər və yeniliklər rahat olmayacaq. Narazılığınıza səbəb olan məqamlar varsa, dərhal həll etməyə çalışın. Səhvlərin fəsadlarının aradan qaldırılması, münasibətlərə aydınlıq gətirilməsi və barışıq üçün pis gün deyil. Balıqlar, bugün yeni işlərə başlamağa tələsməyin. Əvvəlki işi başa vurun. Ən çətin sahələrə nəzər salın. Problemləri həll etməyə çalışın. Maddi baxımdan böyük perspektivlər formalaşır. Mövcud vəziyyət səbr və müxtəlif insanlarla əlaqələr yaratmağı tələb edir.